Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Yeni bir qeyd deyəcəm, yoruma aparmayacağım qeydlərdən biridir. Öyrənin, yoruma aparmayacağım. Bu hansı qeyddir? Bu tutum sözü var. Var, müəllim var. Tutum sözünü biz düzəltmə isim kimi işlədə bilərikmi? Və ya sadə isim, sadə feil kimi işlədə bilərikmi? Düzəltmə isim kimi işlədə bilərik. Necə işlədəcəyik? Tutum həcm mənasında tutmaqdan tutum. Belə olacaq, düzəltmə isim. Bir də bu sadə isim necə olacaq? Tutum sözü mənim tutum. Tut ağacım mənasında. Tut sözün kökü olacaq mənsubiyyət və bu olacaq sadə isim. Bir də feil kimi əmr şəklində sadə feil olar. Mən o kəpənəyi tutum. Tut sözün kökü şəxs onluq olacaq. Onda da olacaq sadə feil. Deməli, bunları yadda saxlayırıq, səhvəyə dəstək oluruq. Səhvəyə dəstək olmuşsunuz uşaqlar. Bircə dəqiqə mən bunu qəşəng rəngləyim. Qəşəng olmadı amma. Nəysə, uğurlar hər kəsə. Ümid edirəm ki, faydalı olacaq.